Salam uşaqlar. Biz bugün sizinlə dərsliyimizin 6, 10, 16 və 17-ci səhifələrini yerinə yetirəcəyik. İlk öncə Azərbaycan dilinə aid olan suallarla tanış olaq. Birinci sualımız. Hansı sözləri sətirdən sətrə keçirmək olmaz? Uşaqlar, biz sizinlə keçmişik və bilirsiniz ki, bir hecalı sözlər heç vaxt sətirdən sətrə keçmir. Və ilk hecası saitdən ibarət olan, tək saitdən ibarət olan iki hecalı sözlər sətirdən sətrə keçmir. Alov iki hecalı sözdür və ilk hecası ancaq saitdir. Deməli, bu söz sətirdən sətrə keçməyəcək. Növbə iki hecalı sözdür, lakin burada ilk hecası ancaq saitdən ibarət deyil. Deməli, növbə sözü sətirdən sətrə keçir. Tank bir hecalı sözdür, sətirdən sətrə keçmir. Zaman iki hecalı sözdür və burada hecası tək sait olan bir məqam yoxdur. Ona görə zaman sözü sətirdən sətrə keçir. İpək iki hecalı sözdür, amma ilk hecası ancaq saitdən ibarət olduğu üçün sətirdən sətrə keçmir. Deməli, bizdə alındı 1, 3, 5 və bu variantlar da C variantında verilmişdir. Növbəti sual. Hansı sözdə lar hissəciyinin deyilişi ilə yazılışı fərqlidir? Uşaqlar, ümumi sözün deyilişi və yazılışını istəmir bizdən. Ancaq və ancaq lar hissəciyinin, yəni lar şəkilçisinin deyilişi və yazılışı fərqli olmağını istəyir. Yarpaqlar sözündə yarpaqlar deyirik. Lar olduğu kimi qalır. Otaqlar sözündə otaqlar deyirik. Yenə lar olduğu kimi qalır. Məktəblər sözündə də məktəblər deyirik, lər olduğu kimi qalır. Amma qanadlar sözündə qanadlar yazırıq, qanadlar deyirik. Deməli, buradakı larlər dar kimi tələffüz olunur. Ona görə də C variantını götürürük. Növbəti sual. Deyilişi və yazılışı fərqli olan sözləri göstərin. Burada artıq bütün sözün fərqli tələffüzünü istəyir. Nağıl yazırıq, nağıl da deyirik. Deməli, bu deyil. Dərman yazırıq, dərman da deyirik. Deməli, bu da deyil. İnsan yazırıq, insan da deyirik. Deməli, üçüncü sözdə deyil. Yerdə qalır 3 söz. Dəftər yazırıq, dəftər deyirik. Q yazırıq, nöqsan yazırıq. Nöqsan, K səsi ilə deyirik. Karton yazırıq, kardon deyirik. Deməli, fərqli tələffüz olunanlar 2, 5, 6-dır. Dördüncü sual. Cütlükləri birləşdirin və uyğunluğu pozan cütlüyü tapın. Əvvəlcə gəlin sözlərin tanış olaq. At, əskər, qoyun, malqara, ərazi, naxır, sürü, ilxı. Deməli, burada sol tərəfdə verilən sözlərin cəm formasını istəyir, toplu formasını istəyir. Biz cəm isimləri necə düzəldirik? Larlər şəkilçisinin köməyi ilə. Amma elə sözlər də var ki, orada larlər hissəciyi işlənmədən də onu cəm şəklində göstərmək olur. Bu sözləri toplu isimlər deyilir. İndi gəlin bunları uyğunlaşdıraq. Çoxlu ata deyirik ilxı, qoyun, sürü, malqara, naxır. Çoxlu əskərə ərazi demirik. Çoxlu əskərə nə deyirik? Qoşun, ordu. Deməli, hansı uyğunluq gözlənilməlidir? 2 ilə A. Deməli, 2A uyğunluğu yoxdur. Beşinci sual. Ardıcılığı tamamlayın. Açıq, qapalı, sərt, yumşaq. Deməli, açıq, qapalı bir-birinə zidd olan sözlərdir və biz bunlara antonimlər deyirik. Açıq sözünün əks mənalısı qapalıdır, sərt sözünün əks mənalısı yumşaqdır. Deməli, biz aşağıdakı variantlarda antonimləri, yəni əks mənalı sözləri tapmalıyıq. Yüksək, uca, eyni mənaya malikdir, sinonimdir. Yoxsul, kasıb, o da eyni mənaya malikdir, sinonimdir. Oturmaq, əyləşmək, eyni mənaya malikdir, bu da sinonimdir. Qoca, cavan. Bu əks mənalı sözlərdir. Bizə də əks mənalı lazım idi və biz C variantını götürdük. Davam edirik. 6-cı sual. Əsərdə ifadə olunan əsas fikir necə adlanır?
Deməli, verib əsərin məzmunu, əsərin ideyası, əsərin sonluğu, əsərin girişi. Əsərin girişi və əsərin sonluğu bu mətnin hissələridir. Deməli, bunlar deyil. Mətnin hissələridir. Mətnin neçə hissəsi var idi? 3 hissəsi. Giriş hissə, əsas hissə, sonluq hissə. Bizdən isə əsas fikri istəyir. Yerdə qalır əsərin məzmunu və ideyası. Əsərin məzmunu əsərdə nədən söhbət gedilir? Onu bildirir. Deməli, A da deyil. Deməli, əsərdə ifadə olunan əsas fikrə əsərin ideyası deyilir. 7-ci sual. Anam bazardan dadlı meyvələr aldı cümləsində əlamət bildirən söz hansıdır? Uşaqlar, əlamət bildirən söz hansı suallara cavab verirdi? Necə, nə cür, hansı suallarına? Anam bazardan dadlı meyvələr aldı. Nə etdi? Aldı. Kim? Anam. Nə aldı? Meyvələr aldı. Haradan aldı? Bazardan aldı. Necə meyvə aldı? Dadlı meyvə. Deməli, burada bir dənə necə sualına cavab verən söz var. O da dadlı sözüdür. Deməli, əlamət bildirir və C variantını götürürük. 8-ci sual. Hansı cümlədə söz sırası pozulmayıb? Deməli, bizə bir cümlə verib və oradakı sözlərin yerlərini dəyişib. Bizə düzgün formada yazılan cümlə lazımdır və biz bilirik ki, icraçı cümlənin əvvəlində gəlir adətən. Hərəkət bildirən sözü isə cümlənin sonunda gəlir. Çiçəyin qidalanır şirəsi ilə kəpənək, kəpənək çiçəyin şirəsi ilə qidalanır, şirəsi ilə qidalanır kəpənək çiçəyin, qidalanır kəpənək şirəsi ilə çiçəyin. Sizcə burada hansı cümlə düzgün qurulub? Əlbəttə ki, B bəndi. Niyə? Baxın, hərəkət bildirən söz. Kəpənək çiçəyin şirəsi ilə qidalanır. Nədir? Qidalanır. Nə? Kəpənək. Və söz sırası da düzgün qurulmuşdur. Lövhədə yazılmış sözün tərkibindəki hərflərdən aşağıdakı sözlərdən hansı yaranmaz? Deməli, burada ayaqqabı sözü verib və hərflərinə baxaq. A, Y, Q, A, yenə də A var. B, I hərfləri verib. Deməli, A, Y, Q, B, I hərflərindən yarana biləcək sözləri saxlayırıq. Hansı söz yaranmaz? O sözü tapırıq. Qaya sözü alınacaq. Çünki Q var, 2 dənə A var, Y var. Deməli, bu alınır. Qab sözü də alınacaq. Q var, A var, B var. Ayaq sözü A var, Y var, Q da var. Yanaq sözü alınmayacaq. Niyə? Çünki burada N hərfi var, amma sözün tərkibində N hərfi yoxdur. Azərbaycan dilinə aid olan sonuncu sualımız. Birincinin son samiti. Uşaqlar, son hərfi demir ha, son samiti. Digərinin ilk samiti olarsa, hansı variant doğru olar? Almada son samit nədir? M. Amma banan nə ilə başlayır? B ilə. Deməli, A deyil. Armudun son samiti D. Bu da portağaldır. Deməli, B də deyil. Gilasın son samiti S. Almanın ilk samiti L. Yenə də deyirəm, ilk hərfdən söhbət getmir. Sözün tərkibindəki son samit və ilk samitdən söhbət gedir. Deməli, bu da uyğun deyil. Ananasın son samiti S. Soğanın ilk samiti S. Soğanın son samiti N. Narın ilk samiti N. İndi baxın, S, S, N, N. Deməli, uyğunluq C variantında gözlənilmişdir. Növbəti 10-cu səhifədir. Deməli, burada uşaqlar bizə nə deyir? Deyir ki, misalları həll eləyin və hər dəfə həll etdikcə aşağıdakı cavabları silin və deyir ki, burada bizə ki, cavablar qarışıq verilmişdir. 81-in üstünə 6 gəlirik. 1-in üstünə 6, 7, 8 olduğu kimi qaldı. 87. 24-ün üstünə 3 gələndə neçə eləyir uşaqlar? 4-ün üstünə 3, 7, 2 olduğu kimi qaldı. 27. 93-ün üstünə 3. Məncə siz bunu çox mükəmməl bilirsiniz. Ona görə ilə təkliyə və onluğu ayırmadan bir-bir cavabları tapaq. 93 üstə gəl 3 eləyir 96. 56 üstə gəl 2 eləyir 58. 69 üstə gəl 3. Əgər ki, kimsə aramızda unudubsa, yəni
izahlı şəkildə burada da qıraqda yazıram. 69-un üstünə 3 gəlir. 9-un üstünə 3, 12, 2 yazdıq, 1 yadda. 6, 1 də yadda, 7. Deməli, bunun daxilinə yazırıq, cavabı yazırıq 72. 89 üstə gəl 5, 9-un üstünə 5, 14, 4 yazdıq, 1 yadda. 8, 1 də yadda, 9. 11 üstə gəl 6, eləyir 17. Uşaqlar və cavabları tapdıqca, aşağıda hər dəfə cavabları tapdıqca həmin xanaları tapıb üstündən xətt çəkməliyik. 29 üstə gəl 7. 9 üstə 7, 16, 6 yazdıq. 1 yadda, 2, 1 də yadda, 3. İndi 36-dan 32-ni çıxmalıyıq. 36 çıx 32. 6-dan 2, 4, 3-dən də 3, 0. Bu artıq yazılmır. Bura yazırıq birbaşa 4. 58-in üstünə 39 gəlirik. 8-in üstünə 9, 17, 7 yazdıq, 1 yadda. 5-in üstünə 3, 8, 1 də yadda 9. Elədi 97. 97-dən 18-i çıxmalıyıq. 97-dən 18-i çıxaq indi. 97 çıx 18. 7-dən 8 çıxmaq olmur. Ona görə 9-dan pay götürürük və həmin payı veririk 7-yə. 7 olur 17. 17-dən 8 çıxırıq 9. 8-dən 1 çıxırıq 7. Deməli, cavab neynədir? 79. Və cavabı yazırıq yerinə. 39 çıx 21. 9-dan 1 çıxırıq 8. 3-dən 2 çıxırıq 1. 18-dən 31 toplayırıq. 8-in üstünə 1. 9, 1-in üstünə 3, 4. Cavab 49. 75 çıx 19. 5-dən 9 çıxmaq olmur. 7-dən pay götürürük. 5 olur 15. 15-dən 9 çıxırıq. 6. Burada 7-dən pay götürmüşdük. 6 qalmışdı. 6-dan da 1 çıxırıq. 5. Cavab 56. İndi 56-dan 29 çıxırıq. Yenə 6-dan 9 çıxmaq olmur. 5-dən pay götürəcəyik. 4 qalacaq. 6 da olacaq 16. 16-dan 9 çıxırıq. 7. 4-dən də 2 çıxırıq. 2. Cavab 27. 57 üstə gəl 31. 7-in üstünə 1. 8. 5-in üstünə 3. 8. Cavab elədi 88. İndi 88-dən də 1 çıxanda neçə qalır? 87. 74-ün üstünə 3 gəlirik. 77. 77-dən də 39-u çıxırıq. 7-dən 9 çıxmaq olmur. Yenə də 7-dən pay götürürük. 6 qalır. Təklikdəki 7 də olur 17. 17-dən 9 çıxırıq. 8. 6-dan 3 çıxırıq. 3. Cavab 38. 30-dan 13 çıxıq. 0-dan 3 çıxmaq olmur. 3-dən pay götürürük. 10-luqda 2 qalır. Təkliyimiz də olur 10. 10-dan 3 çıxırıq. 7. 2-dən 1 çıxırıq. 1. Cavab 17. 17 üstünə 5 gəlirik. 7 üstünə 5. 12. 2 yazdıq. 1 yadda. 1. 1 də yadda. 2. Cavab elədi 22. 15-in üstünə 5. 20. 20-dən 12 çıxırıq. Bunu onluğu çıxmaqla da çıxa bilərsiniz. Yəni biz bunu keçmişik. 20-dən əvvəlcə 10-un çıxın. 10. Ondan da 2-ni çıxın. 8. Üçüncü sıramız. 12 üstə gəl 58. 2 üstünə 8, 10. 0 yazdıq, 1 yadda. 1-in üstünə 5, 6. 1 də yadda, 7. 70-dən 9 çıxanda qalır 61. 4-ün üstünə 69. 4-ün üstünə 9, 13. 3 yazdıq, 1 yadda. 6, 1 də yadda, 7. Cavab elədi 73. İndi 73-dən 20-ni çıxaq. 3-dən 0, 3. 7-dən 2, 5. Cavab 53. 20-nin üstünə 8, 28. 28-dən 14-ü çıxaq. 8 çıx 4, 4. 2 çıx 1, 1. Cavab 14. 13 çıx 3, 10. 10 üstə gəl 11. 0-ın üstünə 1, 1. 1-in üstünə 1, 2. Cavab eləyir 21. 29-un üstünə 3 gələndə eləyir 32. 32-nin üstünə 61 gəlirik. 2-nin üstünə 1,
3. 3'ün üstünə 6, 9. Cavab 93. 12-dən 4 çıxanda qalır 8. 8-in üstünə 9, 17. 7 yazdıq. 1 yadda. 1-in üstünə də 1, 2. Cavab elədi 27. Son 2 misalımız riyaziyyatdan. 10-un üstünə 7. 17. 17 üstünə 16 gəlirik. 7-nin üstünə 6, 13. 3 yazdıq. 1 yadda. 1-in üstünə 1, 2. 1 də yadda 3. Cavab elədi 33. 2-nin üstünə 61. Ya da 61-in üstünə 2 birbaşa. Eləyir 63. 63-dən 6 çıxaq. 3-dən 6 çıxmaq olmur. 6-dan pay götürəcəyik. 5 qalacaq. 13-dən 6. 7. Burada da qalır 5. Cavab 57. Və hər dəfəsində də tapdığımız cavabları aşağıdakı xanalardan silirik. Baxın 57-dir və kitab artıq özü bizim üçün bunu qaralayıb. Keçək indi məntiq dərsimizə, yəni səhifə 16-ya. Əsmərlə Elşad olub Ərşad. Günellə Ərtac nə olacaq? Deməli, uşaqlar, birinci sözün son 2 hərfi, ikinci sözün isə son 3 hərfini götürüb. Əsmərin əri, Elşadın şadı. Əmələ gəlir nə? Ərşad. İndi Günelin son 2 hərfi el, Ərtacın son 3 hərfi tac. Nə alınır? El, tac. O da var C bəndində. İpək 45-32-dir. Yəni burada buna ədəd kimi yox, rəqəm kimi baxacağıq. 4, 5, 3, 2 kimi sıralanıb. Pəri 5, 3, 4 kimi sıralanıb. Deməli, buradakı birinci hərf birinci rəqəmə aiddir. İkinci hərf ikinci rəqəmə aiddir. Onda nə alınır? İ 4-dür. P 5-dir. Ə 3-dür. K 2-dir. Eyni hərflər aşağıda var. Bir dənə R fərqlidir. R 1-dir. Deyir, bunları bildiyimiz halda, yəni bu belə olarsa, kirpi sözünü tapaq. K. K nə idi? 2. Yazdıq bura 2. İ 4. R 1. P 5. Yenə İ 4. 24, 154. Bu alınır. Yəni 24.154. Düzdür, hələ siz 10.000 ilə keçməmisiniz. Amma yəni rəqəmləri sıralamasına görə tapmaq olar. Üçüncü sual. Növbəti ədəd neçədir? Deməli, 15 olub 22. Biz nə demişik? Məntiqdə 4 riyazi əməldir. Əgər ədədlər artıbsa, orada ya toplamadır, ya vurmadır, azalıbsa, ya çıxmadı, ya bölmədir. Yəni, adi ədəd ardıcılığından söhbət gedir. 15 olub 22. 15-i məsəl üçün 1-ə vursaq 15 eləyir. 2-yə vursaq 30 eləyir. Deməli, burada vurma deyil, toplamadır. 15-in üstünə neçə gəlsə 22 eləyir. 7. 22-in üstünə neçə gəlsə 29 eləyir. 7. 29-un üstünə neçə gəlsək 36 eləyir. 7. 36-ın üstünə 7. 43. Deməli, buradakı məntiqimiz nə oldu? Üstə gəl 7. Onda növbəti ədədi tapmaq üçün 43-ün üstünə də gəlirik 7-ni. O da eləyir 50. A variantını götürdük. Dördüncü sual. Əli olub 9, Ayxan olub 15, Amin neçə olacaq? Əli sözü neçə hərfdən ibarətdir? 3. Ayxan sözü 5. Amin sözü 4. 3 olub 9, 5 olub 15. Deyək ki, 3-ün üstünə 6 gələndə 9 eləyir. Amma 5-in üstünə 6 gələndə 15 eləmir axı. Deməli, burada toplama yox, vurmadır. Hərflərin sayını 3-ə vururuq. 3 vur 3, 9. 5 vur 3, 15. Onda burada alınır. 4 vur 3, 12. Düzgün cavab B variantındadır. 2 olub 4, 4 olub 7, 7 olub 11. Deməli, burada da toplama ilə baxsaq. 2-nin üstünə 2, 4. 4-ün üstünə 3, 7. Nə qədər artdıqlarını üstlərinə yazırıq. 7 olub 11.
4 artıb. 7 üstünə 4. İndi baxın. Üstə 2, üstə 3, üstə 4. Deməli, növbəti addımda olacaq üstə 5. 11 üstə gəl 5. O da bərabərdir 16-ya. Məntiqimizin 6-cı sualı. 10 ilə 14 olub 8. 10 ilə 14-ü toplayanda neçə edir uşaqlar? 24. 24 hansı halda 8 ola bilər? Ya ondan çıxsaq 8 ola bilər, ya da 24-ü bölsək 8 ola bilər. İndi məsəl üçün bölmə ilə birinci yoxlayaq. 24-ü 3-ə böləndə eləyir 8. Deməli, aşağıda verilən ədədləri əvvəlcə toplayırıq, sonra alınan ədədi 3-ə bölürük. İndi bu məntiqi ikincidə yoxlayaq. 9-un üstünə 3, 12. 12-ni bölək 3-ə 4. Görürsünüz, ikinci məntiqdə də uyğundur. Əgər hər əvvəlki, yəni hər addımdakı məntiqdə düzgün quruluşu qurura biliriksə, deməli növbəti məntiqə də həmin quruluş aiddir. 21-in üstünə 6, 27. 27-ni də bölək 3-ə eləyir 9. C variantı 9. Ardıcıllıq. Deməli uşaqlar, belə bir şey olanda ya bunlar qarşı-qarşıya təhlil olunur, ya da ardıcıllıqla. İndi ilk öncə gəlin ardıcıllığa baxaq. 2 olub 7. 2-nin üstünə 5, 7 edir. 7 olub 12. 7-nin üstünə 5, 12 edir. 12-nin üstünə 12 olub 17. 12-nin üstünə 5, 17. Deməli, hamısı 5-5 artır və bundan o tərəfi 5-5 yoxlayaq. 17-nin üstünə 5, 22, doğrudur. 22-nin üstünə 5, 27, düz alındı. 27-nin üstünə 5, 32, bu da düz alındı. Deməli, hamısında üstə gəl 5-dirsə, sualın tapmağında da üstə gəl 5 yazmalıyıq. 32-nin üstünə 5. 32 üstə gəl 5 eləyir 37. 4, sual 12. Deməli, buradakı sual ortada verilib. Yəni, sonda verilməyib. Əgər sual əvvəldə və ya ortada verilərsə, onda biz məntiqi axırdan başlayırıq tapmağa. Məsələn, 12 olub 16. Nə qədər artıb? 4. Əgər 4-ə artmadırsa, onda burada yazaq 4. Üstə gəl 4. 4-ün üstünə 4 nə edir? 8. Yaxşı, 8-in üstünə 4 gələndə 12 eləyir. Bəli. Deməli, məntiqimiz doğrudur. Buradakı məntiq üstə gəl 4 məntiqidir. 4-ün üstünə 4 gəlib 8-i, sualı tapırıq. Yəni 8-i tapırıq. 9-cu sual. Fərqli söz hansıdır? Nigar, Günel, Adil, Pərvanə. Hamısı adam adlarıdır. Amma 3-ü qız adıdır, biri oğlan adıdır. Deməli, fərqliyimiz də budur. 3-ü qız adıdır, amma Adil oğlan adıdır. C variantını götürdük və məntiqdən sonuncu sualımız. 23 ilə 11 olub 12. 57 ilə 44 olub 13. 80 ilə sual olub 14. Deməli, 23 ilə 11-i neynəsək 12 eləyir? Baxın, 23 idi, olub 12. Deməli, burada azalma var. Çıx işarəsini yazaq. 23-dən 11 çıxanda 12 qalır. 57-dən 44 çıxanda 13 qalır. 80-dən neçə çıxanda 14 qalır. Deməli, 80 çıx dama bərabərdir 14. Azalan, çıxılan fərq. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Yəni 80-dən 14-ü çıxırıq. 0-dan 4 çıxmaq olmur. 8-dən pay götürürük. 10-dan 4 çıxırıq. 6. 7-dən də 1 çıxırıq. 6. Cavab elədir 66. Məntiqdəki sualları da yerinə yetirdik. İndi keçək həyat bilgisinə. Nəqliyyat vasitəsilə daşına bilər. Uşaqlar, nəqliyyat vasitəsi nədir? Yəni, minik avtomobilidir, avtobusdur, yük avtomobilləridir. Bunlar hamısı nəqliyyat vasitəsidir. Və nəqliyyat vasitəsi nələri daşıya bilər? Yük də daşıya bilər, insanları da daşıya bilər. Yəni, ot da daşıya bilər. Yəni, nə isə daşımalıdır. İndi, nəqliyyat vasitəsi ilə nəyi daşıya bilərik? Yük daşıya bilərik. Sizcə, bilik daşıya bilərik? Xeyr. Ağlı daşıya bilərik? Xeyr. Biliklə ağlı beynimizdə daşıyırıq. Sərnişin daşıya bilərik. Amma havanı daşıya bilmərik. İndi nə alındı? 1 ilə 4.
O da var C variantında. Aşağıdakilərdən hansı təbii material deyil? Uşaqlar, biz materiallar mövzusun keçəndə demişdik. Var təbii olanlar və var təbii olmayanlar. Onu ki bizə Allah Teala bəxş edibsə, o təbiidir. Yəni orada heç bir insan əməyi, insan rolu yoxdur. Amma onu insan düzəldirsə, deməli o təbii deyil. Sizcə indi burada hansı təbii olacaq və hansı təbii olmayacaq? İpək təbiidir. Təbaşir təbiidir. Qum təbiidir. Amma şüşə təbii deyil. Aşağıdakilərdən hansı məktəb üçün edilən hazırlıqlara aid deyil? Yəni məktəbə aid deyil, belə deyək. Tapşırıqları həll etmək aiddir. Məktəb çantasını hazırlamaq aiddir. Kompüterdə oyun oynamaq aid deyil. Məktəbli formasını təmiz saxlamaq aiddir. Bizdən də aid olmayanı istəyirdi və C variantını götürdük. Hansı müsbət keyfiyyət sayıla bilər? Müsbət keyfiyyət nə deməkdir? Yəni yaxşı bir hərəkətdir. Yalançılıq yaxşı hərəkət deyil. Xəbərçilik yaxşı hərəkət deyil. Məsuliyyətsizlik də yaxşı hərəkət deyil. Qayğıkeşlik isə yaxşı hərəkətdir. Ona görə də müsbət keyfiyyət adlana bilər. Əlaçı şagird necə olmalıdır? Məsəl üçün, istəyirik ki, dərslərimizin hamısından 5 alaq. Necə olmalıyıq? Televizora çox baxmalıyıq? Xeyr. Dərslərimizə yaxşı hazırlaşmalıyıq? Bəli. Həyətdə çox oynamalıyıq? Həyətdə çox oynasaq dərs oxumağa vaxt qalmaz ki. Çox yatmalıdır. Onda da dərs oxumağa vaxt qalmır. Deməli, əlaçı şagird necə olmalıdır? Dərslərinə yaxşı hazırlaşmalıdır. Bax, indi sizin kimi. 6-cı sual. Məktəbdə bütün şagirdlər borcludurlar. Nəyə? Tənəffüsdə bufetə getməyə. Əgər yeməyimizi evdən gətirmişiksə, tənəffüsdə bufetə getməyə kimi bir borcumuz yoxdur. Nizam-intizam qaydalarına əməl etməyə. Bəli. Meydançada futbol oynamağa. Xeyr. Kimin futbola marağı varsa və ya kim futbol oynamağı bacarırsa futbol oynayacaq. Amma futbol oynamağı sevməyənlər onu oynamayacaq. Deməli, bu deyil. Dərs zamanı koridorda gəzmək, bu da bizə heç aid deyil. Deməli, düzgün cavab nə oldu uşaqlar? Nizam-intizam qaydalarına əməl etmək. Yer səthində ən çox yeri nə tutur? Deməli, uşaqlar, biz sinifdə qlobusla tanış olmuşduq. Və qlobusda ən çox gördüyümüz rəng hansı idi? Mavi. Mavi rəng suyu bildirir. Yəni, yer səthində ən çox yeri su tutur. Aldığımız havanı aşağıdakilərdən hansı təmizləyir? Bizə oksigen verən canlılar hansıları idi? Heyvanlar, fabriklər, ağaclar, dənizlər hansıları idi? Əlbəttə ki, ağaclar. Ağaclar bizə oksigen bəxş edir. Fabriklər isə, fabriklərdən çıxan o zərərli maddələr isə havanı nə edir? Koruyur. 9-cu sual. Uşaq hüquqlarının pozulmasına aid deyil. Bax, aid deyil deyir ha. Aid olanları X-dən yazacağıq. Aid olmayanları quş işarəsi qoyacağıq. Azyaşlı uşaqların işlədilməsi olmaz. Uşaqların döyülməsi olmaz. Yüksək təhsil almaq olar. İstirahətin pozulması olmaz. İndi pozulmağa aid olmayan hansı oldu? C. Çünki C variantında heç bir hüquq pozulmur. Hər birinizin təhsil almaq hüququ var. Nəhayət sonuncu sualımız. Ailə üzvləri haqqında fikirlərdən hansı yanlışdır? Onlar bir-birlərinə məsləhət alırlar. Bəli. Bir-birinin qayğısına qalırlar. Çox doğru. Sevinclərini və kədərlərini bölüşmürlər. Sevinç və kədərlərini bölüşürlər. Uşaqlar, C ilə D də eyni sualdır. Sadəcə birində təsdiqdir, birində inkardır. Sevinç və kədərlərini bölüşürlər. Doğru fikirdir. Sevinç və kədərlərini bölüşmürlər. Yanlış fikirdir və bizdən də yanlış istəyirdi. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, hər birinizə bütün suallar aydın oldu.